Herkese salam. Kanalıma xoş gəlmisiniz. Baxırıq. 2 sütunumuz var. Hərdən elə olur ki, sütunlar qarşı-qarşıya da olur. Digər tapşırıqlarda görmüsünüz. Burada əgər elə tapmaq olmursa, deməli ayrı-ayrılıqda deməli ardıcılığı tapırıq, baxırıq. 6 ilə 9-u, 6 ilə 9-un arasında deməli 6-nın üzərinə 3 gəlir, 9 əldə edir. Daha sonra baxırıq 5-dir, azalıb. Deməli 9-dan 4-ü çıxıb 5 alıb. Üzərinə 3 gəlib 8-i alıb. Deməli ardıcılıq belə gedir. Üstə gəlir 3 çıxılsın 4, üstə gəl 3. 8-dən indi nə etməliyik? 4-ü çıxırıq. Alırıq A-mız neçədir? 4. A-mızın yanına 4-ü yazırıq. İkinci sütuna baxarıq. Burada necə gedir? 7-dən 4-ə azalıb. Nə qədər azalıb? 3 azalıb. Deməli 7-dən 3-ü çıxıb 4 alıb. Baxırıq. Aha, 4-dən 8-ə artıb. Nə qədər artıb? 4-dən. 4-dən. Deməli 4-ün üzərinə 4 gəlib, alıb 8-i. Deməli ardıcıllıq belə gedəcək. Çıxılsın 3, üstə gəlsin 4. İndi baxırıq 8-dən yenə 3-ü çıxırıq. Alırıq 5. İndi necə olacaq? 5-in də üzərinə 4 gələcək. B-mizi tapacağıq. Burada eləyəcək B-miz 9. 9-u da qoyuruq B-mizin yanına. Hesablayırıq. 9-dan da 4-ü çıxırıq. Edir 5. Doğru cavabımız B cavabıdır. Keçid edirik 15-ci tapşırığa. Baxaq. 5 üstə gəl 1 edib 6. Yuxarıda necə gedir? 8 üstə gəl 1 edib 9. Deməli bunlar bu şəkildə davam edir ardıcıllıq. 6-nın da üstünə 1 gələcək, edəcək 7. Deməli sual işarəmizin yerində olan rəqəmimiz 7-dir. Doğru cavab A cavabıdır. Hörmətli valideynlər və əziz uşaqlar, kanalıma dəstək olmağı, videoları bəyənməyi, şərh bölməsində fikirlərinizi bölüşməyi unutmayın. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik.